Salam əziz 5-cilər, hörmətli valideynlər və dəyərli kanal izləyiciləri. Bu gündən etibarən mən Rauf Mirzəyev sizlər üçün 5-ci sinif riyaziyyat dərsinin izahlarını paylaşmış olacağam. Mənə dəstək olmaq üçün videolarımı bəyənməyiniz, kanala abunə olmamışsa kanala abunə olmağınız və ətrafınızdakılarla paylaşmağınızdır. Bir məlumatı da nəzərinizə çatdırım ki, 5-ci siniflər üçün onlayn hazırlıq qruplarım mövcuddur. Qoşulmaq istəyənlər aşağıda qeyd olunmuş nömrə ilə əlaqə saxlaya bilərlər. Tapşırıq 1-də yazır ki, 195.678 ədədindən başlayaraq hər dəfə 1000 artırmaqla 200 mindən kiçik neçə ədəd yazmaq olar? 200 mindən kiçik 195.678-dən başlayaraq deyir. Başlayaraq deyirsə, deməli 195.678-də yazılacaq. Və əslində 200-dən 195-ə çıxanda burada 5 ədəd var. Bunları bir-bir yazmağımızı istəyir. Yəni yazsaq neçəsini yazmaq olar? Əslində 5 dənə yazmaq olar. Bunlar hansılardır? 195.678. Daha sonra 196.678. Minliklərin sayını görürsünüz, bir-bir artır. Qalanları olduğu kimi qalacaq. Daha sonra 197.678, 198.678 və 199.678. 200 mindən kiçik olan və 195.678-dən başlayaraq deyir. Başlayaraq deməsəydi, ondan böyük desəydi, o zaman nə edərdik? 195.678 yox, 196.678-dən başlamış olardı. Bu qədər hər bir sözə önəm verərsiniz. İlk öncə tapşırığın, ümumiyyətlə bundan sonra da tapşırıqların şərti ilk öncə başa düşülməlidir. Ondan sonra tapşırığı necə yerinə yetirmək üçün onun planını qurmuş olarıq. Gəlin gedək ikinci tapşırığa. 2-də yazır ki, 345.327 ədədinə 500 minlik, 2 10 minlik, 2 minlik, 400-lük əlavə etdikdə hansı ədəd alınır? Alınan ədədi sözlə, rəqəmlə və açıq şəkildə yazın. Aha, gəlin ilk öncə ədədin özünü yazaq. Hansı ədəddir? Bunu biraz qaldıraq bura. Oldu 345.327. Və bura 500 minlik, 2 10 minlik, 2 minlik, 400-lük əlavə etmiş olaraq. 500 minliklərə 5 əlavə etdik. 10 minliklərə 2 yazdıq. Minliklərə də 2 yazmış oluruq. 100-lüklərə də 4 yazırıq. Onluq və təhlik haqqında heç nə demədiyinə görə burada sıfırlar yazmış oluruq. Və əlavə et dediyinə görə üzərinə gəlmiş oluruq. Üzərinə gəldikdə 327 ilə 400, yəni 300 toplamış olalım ki, bu da 727 etmiş olacaq. 345 ilə də 522-ni toplamış olsaq 867 etmiş olacaq. Deməli ədədimiz olacaq 867.727. Sonra bizə deyir ki, alınan ədədi sözlə, yəni rəqəmlə yazılışını yazmışıq artıq. Bu rəqəmlə yazılış var. Rəqəmlə bu cür yazılacaq. Sözlə yazılanda isə sözlə yazılarkən hərflərin, yəni ki, hər bir dediyimizi ayrı-ayrı yazırıq. Məsələn deyir ki, 800, 1000, bax bu cür yazılmış olacaq. Yazırıq 800, 100, 1000, daha da 800, 1000 deyil, 867.060, 7.000. Artıq 1000 sözü yazıldısa, minlik sinifində olan ədəd yazılıb. 867. 867. Bundan sonra təhlik sinifə keçmiş oluruq. Bunun 727 yazır. Yazırıq 7 100 27. İnşallah ki, yəni biraz səliqəsiz də yazsam yazmış oldum. Bu da oldu nə? Sözlə yazırıq, rəqəmlə yazmışıq. Bir də açıq şəkildə. Açıq şəkildə nədir? Mərtəbə qiymətlərinin cəmi şəkildə yazılır ki. Mən bir də ədədin özünü yazmıram. Deməli bu necə olacaq? Yazırıq ki, 800.000, 800.000, üstə gəlinsin 60.000, 60.000, üstə gəlinsin 7.000, yerləşmir deyə davamını buradan yazmış oluram.
Üstə gəlsin 700, üstə gəlsin 20, üstə gəlsin 7. Bu da oldu açıq şəkildə. Sadəcə əvvəlində, yəni bu cür rəqəmin özünü də yazıb davam edə bilərik. Bu da açıq şəkildə yazılış olmuş oldu. Keçirik 3 nömrəli tapşırığa. 3 nömrəli tapşırıqda nə yazır? Yazır ki, verilən ədədləri A yüzlüklər, B minliklər, C 100 minliklər mərtəbəsinə də yuvarlaqlaşdırın. Yuvarlaqlaşdırma haqqında məlumatımız var. Hansı mərtəbəyə qədər yuvarlaqlaşdırma deyiriksə, həmin mərtəbədən kiçik mərtəbədə duran rəqəmlər sıfırlaşmış olur. Yəni yuvarlaq deyəndə biz bilirik ki, 10 rəqəm var. Bu 10 rəqəm içərisində, yəni buradan yazaq 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Bu 10 rəqəm içərisində yeganə yuvarlaq rəqəm 0-dır. Yuvarlaqlaşdırma deyəndə sonunu sıfırlaşdırmaq deməkdir. Yuvarlaqlaşdırma zamanı hansı mərtəbəyə qədər yuvarlaqlaşdırırsa, həmin mərtəbədə duran rəqəmin altından xətt çəkirik. Ondan sonra digər mərtəbələr, yəni ondan kiçik mərtəbədə duran rəqəmin önəmi çox böyükdür. Əgər 0-dan 4-ə qədər rəqəmlərdən hər hansı birindən təşkil olunubsa, o zaman yuvarlaqlaşması tələb olunan mərtəbədəki rəqəm olduğu kimi qalır. Digər mərtəbələrdəki rəqəm, yəni ki, belə deyək, ora qədər nə varsa olduğu kimi qalacaq. Kiçik mərtəbələri sıfırlaşdırmış olar. Yox, əgər yuvarlaqlaşması tələb olunan mərtəbədən kiçik mərtəbədə duran rəqəm 5 və 5-dən böyük olarsa, o zaman yuvarlaqlaşdırması tələb olunan mərtəbədə duran rəqəm bir vahid böyüyəcək. Yəni ondan sol tərəfdəkilər, əgər məsələn o 9 olarsa, bir böyüyəndə onu 0 yazırıq, bu cür davam etmiş olur ki, onları da indi izahlar zamanı deyəcəm. Kiçik mərtəbələrdə sıfırlaşmış olur. Gəlin tapşırıq belə deyək də birincisinə baxaq. Bunlar həm 100 minliklərə qədər, həm belə deyək də yüzlüklərə, həm minliklərə, həm 100 minliklərə qədər yuvarlaqlaşdırmış olarıq. Başlayaq. Birinci 234.890. 234.890-ı yuvarlaqlaşdırmış oluruq. Ara qədər birinci yüzlüklərə qədər yuvarlaqlaşdır. Yüzlük mərtəbəsində 8 dur. Altından xətt çəkdik. Kiçik mərtəbədə 9 durduğuna görə 8 bir vahid böyüyəcək. Olacaq 234.900 olmuş oldu. Bu oldu yüzlüklərə qədər. Sonra minliklərə qədər eyni ədədi 234.890-ı bu dəfə minliklərə qədər yuvarlaqlaşdırmış olduq. Yuvarlaqlaşdırma işarəsi də bu cürdür. Kiçik mərtəbədə 8 durduğuna görə, yəni sağ tərəfində 4 bir vahid böyüyəcək. Yəni olacaq 235.000 etmiş olacaq. Növbəti 100 minliklərə qədər yuvarlaqlaşdırma deyirsə, bu zaman nə edirik? 234.890-ı 100 minlik mərtəbəsində 2 durur. 100 minlik mərtəbəsində duran rəqəmin altından xətt çəkirik. Bundan kiçik mərtəbədəki rəqəm 3 olduğuna görə 2 olduğu kimi qalacaq. Olacaq 200.000. Yuvarlaqlaşdırmış olduq. İkinci ədədə baxırıq. 587.000, bunun rəngini də dəyişək. 587.454. Yazırıq bura 587.454. Birinci bunu yüzlüklərə qədər yuvarlaqlaşdırmış olarıq. Kiçik mərtəbə, yəni onluq mərtəbəsində 5 olduğuna görə 4 bir vahid böyüyəcək. O zaman 587.500 olmuş olacaq. Növbəti 587.454-ü bu dəfə minliklərə qədər yuvarlaqlaşdırırıq. Yüzlük mərtəbəsinə baxırıq, görürük ki 4-dür. Deməli, yüzlük mərtəbəsi 4 olduğuna görə 7 olduğu kimi qalacaq. Yəni 587.000 olmuş olacaq. Və 100 minliklərə qədər yuvarlaqlaşdır dediyinə görə 587.454 bu dəfə 100 minlik mərtəbəsində duran rəqəmin altından xətt çəkirik. Kiçik mərtəbədə 8 olduğuna görə, yəni onun sağındakı rəqəm bizim üçün önəmlidir. 8 olduğuna görə 5 bir vahid böyüyəcək, o 600.000 olmuş olacaq. Keçirik növbəti ədədə. Növbəti ədəd 110.990-dır. Gəlin bunu da aşağısında yazmış olaq. Yazırıq 110.990. İlk öncə bunu yüzlüklərə qədər yuvarlaqlaşdırmış olaraq. Yüzlük mərtəbəsindən xətt çəkirik. Kiçik mərtəbədə 9 olduğuna görə, deməli bu 9 bir vahid böyüyəcək. 9 bir vahid böyüyəndə 10 olur. 2 rəqəm yaza bilmərik ki mərtəbə. Deməli 0-ın yazırıq, digərini ötürərik ondan böyük mərtəbə. Yəni biz bilirik ki, onluq say sistemində hər bir mərtəbə
özündən böyük mərtəbədən 10 dəfə kiçik. Yəni onun 10 qatı, yəni artıq 10 dənə yüzlük 1 minlik olur. Burada da 10 dənə yüzlük tamamlandığına görə nə edirik? Bunu artıq minliyə ötürmüş olarıq. Bəs yüzlüklərin sayı nə olacaq? 0 yazmış olarıq. Onda bu 9 da 0 olacaq. Buradakı 0-a 1 vahid ötürmüş oluruq. Burada 1 eləyəcək. Onda olacaq 111.000 etmiş olacaq. Daha sonra bunu minliklərə qədər yuvarlaqlaşdır deyir. 110.990-ı minliklərə qədər yuvarlaqlaşdıranda minlikdə 0-dur, altından xətt çəkdik. Kiçik mərtəbədə 9-u 0 1 vahid böyüksə 1 olacaq. Olacaq yenə də 111.000 etmiş olacaq. Və 110.990-ı bu dəfə 100 minliklərə qədər yuvarlaqlaşdırır. Kiçik mərtəbə 1 olduğuna görə bu da 100.000 etmiş olacaq. Bu qədər. Keçdik növbətinə. Bunların hər birini sizlər üçün yazmağa çalışacağam. Amma siz nə edirsiniz? Videonu dayandırırsınız. Çox-çox xahiş edirəm sizdən. Köçürmək olmasın. Videonu dayandırırsınız. İlk öncə özünüz yazırsınız. Daha sonra da sadəcə yoxlamaq üçün baxırsınız. Bilirəm, bir çox valideyn artıq müraciət edib ki, mənə biz uşaqlarımıza nəzarət edirik. Uşaqlar tapşırıqları yazır. Biz sadəcə videolarda izahlarla onu qarşılaşdırmış oluruq. Buna görə də bütün izahları bizdən istəyirlər. Şəxsən bir çox valideyn bunu yazdığına görə bu istəyi də nəzərə alaraq sizlər üçün izahları hazırlamış olacağam. 815.952 keçirik növbəti, yazırıq burada 815.952. İlk öncə yüzlüklərə qədər yuvarlaqlaşdırırıq. 5 olduğuna görə 9 1 vahid böyüməlidir ki, 9 da 1 vahid böyüyəndə 10 olur. Deməli 9-un yerinə 0 yazırıq. Ötürərik o 1 vahidi, yəni 5-in üzərinə. Olacaq 816.000 etmiş olacaq. Növbəti 815.952. Bu dəfə bunu minliyə qədər yuvarlaqlarsaq, yenə də 5 1 vahid böyüyəcək. O zaman isə 816.000 etmiş olur. Və 815.952-ni bu dəfə 100 minliklərə qədər yuvarlaqlaşdırırıq. Sağındakı, yəni 10 minlik mərtəbəsində 1 olduğuna görə 8 olduğu kimi qalacaq. O da 800.000. Və növbəti olaraq keçirik 607.950-ni yuvarlaqlaşdırırıq. Yazırıq bura. Hər birini yazmağa çalışacağım. Olacaq 607.950. Yuvarlaqlaşdırmış olsaq, ilk öncə yüzlüklərə qədər yuvarlaqlaşdırır. Burada 5 olduğuna görə 1 vahid 9 böyüməlidir. Yəni 10 olacaq. Yəni 0 yazarıq. 1-i ötürərik 7-nin üzərinə. Olacaq 608.000 etmiş olacaq. Daha sonra 607.950-ni minliklərə qədər yuvarlaqlaşdırmış olsaq, bu da 608.000 edir. Çünki 7-dən kiçik mərtəbədə sağında 9 durduğuna görə 7 1 vahid böyümüş oldu. Və 607.950-ni 100 minliklərə qədər yuvarlaqlaşdırmış olsaq 600.000 cavabını almış olduq. Və son olaraq sonuncu və önəmli olan burada 999.999-dur. Burada yazırıq 999.999. Bunu ilk öncə yüzlüklərə qədər yuvarlaqlaşdırmış olsaq 9 1 vahid böyüyür. Ötürürük bura bu 9-a. Bu da 1 vahid böyüyəndə olacaq 10 0 yazırıq, ötürürük. Ta ki sona qədər bu davam edir və bu 1 milyon cavabını almış olacaq. Yəni bu 9-ların hər birini ötürürük. Gəldi burada 0, bunu da bir dənə ötürərik. Burada nə olacaq? Bu 0-ın yerində elə bir ki 1 olmuş olacaq. Bunu yaddan çıxartmayın. Daha sonra eyni ədədi 999.999-u bu dəfə minliklərə qədər yuvarlaqlarsaq, yenə də eyni ədədi almış olaraq. Yenə də 1 milyon olmuş olacaq. Səbəb nədir? Yenə də bu 0 yazarıq, ötürərik növbəti mərtəbəyə. Burada da 0 olacaq, burada da bu cür elə bir ki, qarşısında da bir dənə 0 var. Çünki milyonluq mərtəbəsində 0 var. O milyonluq mərtəbəsində 0 olduğuna görə yazılmayıb və onu 1 vahid böyütsək 1 olmuş olacaq. Və sonuncusunu da eyni qayda ilə, yəni 999.999-u 100 minliklərə qədər yuvarlaqlasaq, yenə də nə olacaq? 1 milyon olmuş olacaq. Mən 1 milyon yazıram, burada sıfırların sayını az yaza bilərəm. Diqqətli olarsınız. Bu qədər biraz zaman aparan bir tapşırığıdır, amma mənə elə gəlir ki, diqqətlə izlədirsə
öyrənəsi çox şey vardır. Tapşırıq 4-dən davam etmiş olaraq. Görək 4-də bizdən nə istəyir? Yazır ki, hesablayın cavabın inandırıcı olub olmadığını təqribi hesablamaqla yoxlayın. Əgər bunu dəqiq hesablayırıqsa, bunun inandırıcı olmasını təqribi hesablamaqla da yoxlayırıqsa, tamam. Olsun, dedikləri kimi də etmiş olaraq. Birinci 12.987 ilə 74.529-u toplamış olaraq. Yazırıq, alt-alta hesablamaqla yazmış oluruq. Əslində, gəlin belə eləyək də. Mən bunları bu şəkildə birincisini yazaram. Tamam, elə burada alt-alta yazaq. Yazırıq ki, 12.987 üstə gəlsin, alt-alta yazmış oluruq. 74.529. Alt-alta hesablama zamanı hər bir mərtəbə ona uyğun mərtəbəni alır. Yəni təhliyi, onluğun %126 yazmış oluruq. Və mən həmişə 2 rəqəm toplayıram. Amma burada bir rəqəmi toplayıram. 7 ilə 9-u toplayıram, 16. 6 yazıram, 1 yadda. 8 ilə 2-ni toplayıram, 10. O da 1, 11. 1 yazıram. Əgər ki, cəm 2 rəqəmli alınırsa, təhliyini yazırıq, onluq yadda qalmış olur. 9 ilə 5-i toplayırıq, 14. O da 1, 15. Yenə 1 yadda, 2 ilə 4-ü toplayıram, 6, o da 1, 7. 7 ilə də 1-i toplayıram, 8. Oldu 87.516. Bunu deyir təqribi hesablamaqla. Biz də bunu minliklərə qədər yuvarlaqlaşdırıb 12.000-dən 74.000-i toplasaq 86.000 eləyir. Əlbəttə ki, təqribi hesabladıq. 12, yəni bu təqribi hesab, daha doğrusu 12.000 yox, bunu minliklərə qədər yuvarlaqlaşdırmış olsaq, o 13.000-dən hardasa 75.000 toplayır. Bu da 88.000 eləyir. Yəni 1000 yox, biraz fərq var. Deməli, təxmini cavabla doğru olmuş olacaq. Daha sonra 95.423-dən çıxmış olaraq 84.563-ü. Burada da yazırıq ki, 95.423 çıxılsın 84.563. 3-dən 3 çıxanda 0. 2-dən 12-dən 6 çıxmış oluruq. Qalacaq burada 4-dən 1-in verdik. 6 qalmış oldu. 4-ün yerində 3 qalıb. 5-dən 1-in veririk. 13-dən 5 çıxırıq. 8 etmiş olacaq. 95-dən 1-in vermişik. Burada 94 qalıb. 4-dən 4 çıxırıq. 0. 9-dan da 8 çıxırıq. 1. Oldu 10.860. Təxmini yoxlamaqla da biz burada 95.000-dən belə deyək də 85.000 çıxırıq. Harasa 10.000 cavabını alırıq. Görürük ki, doğrudur. Vurma əməli var. Birində vurmadır, birində də bölmədir. Bunların hər birini hesablamış olaraq gəlin buradan hesablayayım. Yazırıq ki, 25.276 25.276 vurulsun 4074 vurulsun 4074-ə vurmuş oluruq. Necə vururuq bunu? Birinci təhlikdən başlayıram. 4-ü 6-ya vururam. Yəni 4-ü yuxarıdakı 5 rəqəminin təhliyinə, onluğuna, yüzlüyünə, minliyinə, 10.000-ə vurub davam edirəm. Natamam hasili aldıqdan sonra keçirəm onluğuna. Və onluğa keçəndə bir vahid sola sürüşdürüb cavabı yazmış oluram. Çünki orada əslində 7-yə yox, 70-ə vurmuş olaram. 4-ü 6-ya vuranda 24 etmiş olacaq. 4-ü yazırıq 2 yadda. 4-ü 7-yə vuraraq 28, o da 2, 30, 0 yazırıq 3 yadda. 4-ü 2-yə vuraraq 8, o da 3, 11, 1 yazırıq 1 yadda. 4-ü 5-ə vuraraq 20, o da 1, 21, 2 yadda. 4-ü 2-yə vuraraq 8, o da 2, 10 etmiş oldu. Daha sonra 7-ni vururuq 6-ya. 7 dəfə 6-nın 42 götürürük 0-ın altına. Çünki onluğu vururam, görürsən onluğun altına. Bir vahid sola sürüşdürüb onluğun altına yazıram. Necə neçə? 42, 2 yazıram 4 yadda. 7 dəfə 7, 49, o da 4, 53. 3 yazıram 5 yadda. 7 dəfə 2-nin 14, o da 5, 19. 9 yazıram 1 yadda. 7 dəfə 5-in 30, o da 1. 7 dəfə 5-in 35, o da 1, 36. 6 yazıram 3 yadda. 7 dəfə 2-nin eləyəcək 14, o da 3, 17 yazmış oldum bura. Daha sonra gəlim növbəti mərtəbə, yəni burada 0 vurmalıyam. 0 zaten 0 olduğuna görə, yəni bütün nəticələr yazmıram və minliyi yazıramsa, bu zaman artıq 2 vahid sola sürüşdürürüm. Çünki birinci yazdığımı minliyinin altına yazmış olurum. Bax, fikir verirsinizmi? Təhlik, onluq, yüzlük, minlik. Gələm, bura yazacağım nəticəni.
Yəni 4 dəfə 6 24 eyni şeydir. Bunu yuxarıda aldığım nəticəni elə bir ki təkrarlamış oluram. 4-dən sonra 0, sonra 1, yenə də 1, sonra yenə 0, yenə də bura 1 yazmış oldum. Və bu alınan natamam hasilləri nə edirəm? Toplamış oluram. 4 gəldi, bura düşdü, 2 gəldi, bura düşdü. 1 ilə 3-ü toplayırıq. 4 etmiş olar, 1, 9, 14. 4 yazırıq. 1 yadda 6, o da 1, 7. 1, 7, 1, 9 etmiş olur. 1 ilə 1, 2 etmiş olur. Burada 0 yazırıq. Burada da 1 yazmış oluruq. Ədədi indi nə edirik? 3 siniflərə ayırsaq olacaq 102 milyon 974 min 424 etmiş olur. Bildirim ki, siniflərə ayırıb hesablamış oluruq. Siniflər haqqında da 4-cü sinifdən məlumatınız var. Və növbəti olaraq biz bunu indi deyir ki, şifahi olaraq da hesabla. Biz 25 mini 4 minə vurmuş olsaq, 25-i 4-ə vurduqda 170 olur. Hardasa 100 milyon olmuş olacaq. Çünki ondan sonra da 6 dənə rəqəm var. Yəni burada var ki, görsənmi? 3 burada rəqəm var, 3 də burada. Yəni 100-ün arxasınca 6 dənə 0 yazırsa bu 100 milyondur. Burada da 102 milyon təxmini hesablama ilə bunu yazmış olar. Yəni bu cür yazdınız. İstəsəz bax belə deyək də, əslində hər birində bu cür olmalıdır. Deyirik ki, 25276 vurulsun 4074. Təxmini bərabərlik yazırıq. Bunları yuvarlaqlaşdırırıq. Neçəyə qədər? Minliklərə qədər olacaq. 25000 vurulsun 4000. Və 25-i 4-ə vuranda edəcək 100. Ondan sonra 3 dənə 0 buradadır. 3 dənə də 0 burada və bu 6 0-ı yazdıqda 100.000 alırıq təxmini olaraq. Amma əlbəttə ki, biz burada 100.000 deyirəm. Biz almışıq burada başlayın. 100.000 deyirəm, 100 milyon. Burada biz almışıq 102 milyon 974 424. Biraz danışanda fikrim yayılmış oldu. Keçən növbəti bölməni də yazmış olaq ki, burada 89.496-nı 89.496-nı bölmüş olaraq 33-ə. İlk öncə 2 rəqəmlə bölürük. İlk 2 rəqəmi götürürük 89 33-ə. Neçə dəfə bölünmüş olur? Əlbəttə ki 2 dəfə. 2 dəfəsi eləcək 66. 89-dan da 66 çıxanda 23 etmiş olur. 4-ü düşürdürük bura 234. 234 33-ə. Bunu necə hesablayırıq? Yəni 234-ü mən 33-ə bölərkən necə hesablamış olaram? İlk öncə buradakı son rəqəmi buradan götürürəm, buradan da götürdüm. Oldu neçə? 23 bölünsün 33. Deyirəm ki, tamam 7 dəfə 3-ün eləyir neçə? 23 etmiş olur. Və 21 etmiş olur, baxın. Burada təxmin edirik ki, 7-ni 33-ə vururam, yoxlayıram. Əgər olmasa çox alsam, ondan kiçiyini götürmüş olacam. Bu cür sanki yuvarlaqlaşdırıram, sıfırlaşdırıram. 7 dəfə 33-ün eləyəcək 231 etmiş olur. Deməli nə olacaq? Yoxladım, tamam düzdür. 7-ni vurdum, 33-ə elədi 231 etmiş oldu. Bunları nə edirəm? Çıxıram bir-birindən. 34-dən 31 çıxanda qalacaq burada 3 qaldı. Növbəti rəqəmi düşürdüm 9-u. 39-un isə 33 bir dəfə var. Tamam, düşürdüm. Bir dəfə 33-ün elədi 33 çıxdım. Bu dəfə 6 qaldı. Növbəti 6-da düşürdürəm. 66 33 2 dəfə bölünür, 2 dəfə də 66 eləyir. Çıxıram. 0 qalır, başqa rəqəm yoxdur düşürtməyə. Deməli 2712 dəfə. Bəs biz bunu yoxlayanda necə etmiş oluruq? Təxmini baxırıq ki, 89.400 bu 90.000-dir. Bu da 33.000 30.000 böləndə hardasa 3000 alınmış olacaq. Baxırıq ki, burada neçədir? 2712. Biraz yəni fərq olduğuna görə deməli düz hesablamış olaraq. Bu qədər. Yəni bunu yəni də oradakı deyirəm də bu şəkildə yazır ki, 89.496 bölünsün 33 təxmini bərabərlik, yəni bu olacaq yuvarlaqlaşdırırıq, olur 90.000. Yəni 30 burada da 30-də 30 etmiş olar. 90.000 bölünsün 30, bu da bərabərdir. Burada 0-ı sildik, burada 9-u böldük 3-ə elədi 3, burada da 3 dənə də 0 var, yazdıq, oldu 3000. Bizim aldığımız hissə nə qədər? 2712 deməli doğru olacaq. Çünki nəyə görə doğrudur? Həm bölünən
90 mindən kiçikdir. Həm də ki, bölən daha böyükdür. Bölən də böyüdükcə qismət kiçilmiş olacaq, azalacaq. Bu qədər. Keçirik növbəti tapşırıq. Növbəti tapşırıq 5-də görək nə yazır. 5-də yazır ki, ifadələrin qiymətini tapın. 12 üstəgəl 68 çıxılsın, 48 bölünsün 4. Gəl bunu buradan başlayaq yazmağa. İlk olaraq yazırıq ki, 12 üstəgəlinsin 68 çıxılsın, 48 bölünsün 4. Əməllər ardıcıllığında birinci bölmə yerinə yetirəcək. Amma bu bölmə ilə digəri arasında bir də görsən ki, burada da nə var? Bir dənə çıxma var. Və çıxma artıq bir sərhəd yaratmış olur. Onsuz mən 12 ilə 68 toplayacağam. Yəni bu tam olaraq bu cəmdən çıxmış olaram 48 bölünsün 4 qismətini. Ona görə də burada mən 12 ilə 68-i toplayıram, eləyəcək 80, çıxılsın. 48-də 4-ə bölmüş olaram, eləyəcək 12. Və 60-dan da 12 çıxsam, eləyəcək neçə? 80-dən 12 çıxsam, eləyəcək 68. Burada bunu saxlasaydıq da, gələcəkdə yəni onları neynəyərdik? İxtisar aparmış olardıq ki, yenə də 68 qalar. Çünki bir dəfə toplayırıq, bir dəfə də çıxırıq. Növbətinə baxırıq ki, görək nə yazılmışdır. Yazılıb 84 vurulsun, mötərizə daxilində 568, çıxılsın 68, vurulsun 55. Bərabərdir yazırıq. Mötərizə daxili həll olunacaq. 84 vurulsun 568-dən 68 çıxsaq qalacaq 500. Bunu da vurmuş olarıq 55-ə vurmuş oluruq. Bu da bərabərdir. 84-ü 5-ə vursaq eləyəcək 420. Sıfırlar da yazdıq. Oldu neçə? 42.070 oldu. 42.000-i də vurmuş oluruq 5-ə. 55-ə daha doğrusu. 42.000-i 55-ə vurmuş olarıq. 42-ni 55-ə vurarıq. Ondan sonra da sıfırları qoyuruq qırağa. Bunun üçün yazırıq. 42 vurulsun. Burada yazaqdır. Altında yazaq 55 yazıq. 42 vurulsun 55. 5-i 42-yə vurmuş olsaq, edəcək 210. Yenə də 210 yazırıq və bunları neyinirik? Toplayırıq. Oldu 2310. Yazırıq bura 2310. Sıfırları qırağa qoymuşduq. Onu da əlavə etmiş olsaq, olacaq 2.310.000 etmiş oldu. Bu qədər. Keçirik növbəti tapşırığa. Görək növbəti tapşırıqda nə yazır? Yazır ki, 1234 vurulsun 21 vurulsun 10. Yazırıq burada 1234 vurulsun 21 vurulsun 10 bərabərdir. 1224-ü ilk öncə 21-ə vurmuş olsaq, əslində daha sadə hesablama üsulundan da istifadə edə bilərik. Amma ki, bizdən belə bir şey istəməyib burada. Sadəcə ifadələrin qiymətini tapdır. Ona görə də altda da hesablamış oluruq. 1234-ü 21-ə vurmuş olarıq. 1-i vursaq 1234 etmiş olacaq. 2-ni də vurduqda eləyəcək 2468. Bunları nə edirik? Toplayırıq. Burada 4, burada 1, burada 8 ola 1, 9. Çünki 11, 1 yazmışdıq. Burada 1 ilə 4, 5. Burada 2 etmiş oldu. 25.914. Yazırıq burada 25.914-ü də 10-a vurmuş olsaq. 10-a vurmaq, yəni hasilə 0 əlavə, yəni vuruqlardan biri 10-dursa, digər vuruğa hasilə yazıb arxasına 0 əlavə etmiş oldu. O zaman neçə? 259.140 etmiş olacaq. Və növbəti tapşırığa baxırıq. Görək növbəti tapşırıqda nə yazır? Yazır 12 üstə gəlinsin 68 çıxılsın, mötərizə daxilində 68 çıxılsın 48 fərqi bölünsün 4 bərabərdir. Mötərizə birinci həll olunca mötərizəyə qədər olduğu kimi hər şey yazır. 68-dən 48 çıxırıq, qalacaq 20 bölünsün 4 bərabərdir. 12 üstə gəlsin 20 də 4-ə böləndə 5 etmiş olur. 12 ilə də 5-i toplayırıq, eləyir 17. Bu qədər. Keçirik digərinə. Yazıb ki 9 vurulsun 120 üstə gəlinsin
9 vurulsun 380. Bunu artıq göz görə biz burada eyni cavabı 2 dəfə yazıblar. Burada vurmadı. Göz görə, yəni burada ortaq vuruğu mötərizə xaricinə çıxardırıq. Paylama xassəsinə görə hesablama apara bilərik. Yazırıq ki, 9 vurulsun 120 ilə 380-i toplayırıq. 120 üstə gəlsin 380. Bu da bərabərdir. 9 vurulsun 120 ilə 380-i toplayanda eləcə 500. 9 da 5-ə vuranda 45, arxasında 2-dən 0 yazıb 4500 cavabını almış oluruq. Keçirik növbəti 12 yazırıq. 12 vurulsun 68 çıxılsın 48 bölünsün 4 bərabərdir. Buradan da 12 vurulsun 68-dən 48 çıxanda 20 bölünsün 4 yazmış oluruq. Fərq etməz. Biz istəsək birinci bölməni də yerinə yetirə bilərik. Amma qarşısındakı işarə ilə bir yerdə dəyişir. Məsələn, mən bunu belə yazar bilərəm. 12 bölünsün 4, sonra vurulsun 20. Bax, bildirim ki, fərq etməyəcək. 12-ni 20-yə vurub da 4-ə bölsəm, eyni cavab alaram. 12-ni 4-ə bölüb, sonra 20-yə vursam, yenə də eyni cavab almış olaram. 12-ni 4-ə böləndə 3 eləyir, 3-ü də 20-yə vursam, eləcək neçə? 60, 70 olacaq. İndi gəl yoxlayaq görək doğrudan və 12-ni vurdum 20, elədi 240. 240-ı da 4-ə böldüm, yenə də 60, 70 oldu. Bax, görürsünüz, cavab eynidir. Keçirik növbəti tapşırığa. Növbəti tapşırıq, daha doğrusu tapşırıq deyil, növbəti misala baxırıq. Hələ ki 5-ci tapşırıqda 37 vurulsun, yazırıq 37 vurulsun 19 bölünsün 19 bölünsün 19 üstə gəlinsin 63 bərabərdir. Burada 37-ni 19-a vursam, yenidən 19-a bölsəm 37 alacam. Məsələn, fərq etməz. Burada məsələn 5-i vurdum 2-yə, sonra böldüm yenidən 2-yə. Yenə də 5 alacam da. 5-i 2-yə vuranda onu bölsəm. Ona görə də yəni burada zaman itkisi lazım deyil. Sadəcə düşüncə olaraq deyirik ki, burada 37 üstə gəlsin 63 qalmış olacaq. 37 ilə də 63 toplayanda 100 cavabını almış olduq. Keçirik növbəti növbəti misala baxırıq. Burada yazıb ki 12 mötərizə daxilində 12 üstə gəl 68 çıxılsın 48 bölünsün 4 bərabərdir. Burada 12 ilə 68 80 etmiş olur. Bundan da 48 çıxsaq 32 edəcək. 32-ni bölmüş oluruq 4-ə. Bu da bərabərdir. 8 cavabını aldıq. Və davam edirik 6-cı tapşırıqdan. 6-da nə yazır? Bir xeyli uzun oldu. Əslində tapşırıqların sayı 10 tapşırıq və çox sadə olacağını düşünürəm, amma zaman aparan tapşırıqlardır. Ümid edirəm ki, bezmirsiz, izləməyə davam edin. Tənlikləri həll edin. Yazır A çıxılsın 15, yazırıq A çıxılsın 15 bərabərdir 15 vurulsun 3. Tənlik həlli zamanı əgər məhsul və məlum tərəf varsa, bərabərliyin iki tərəfində əgər məlum hesablama və məhsul hesablaması, məlum hesablama birinci yerinə yetirəcək. Ona görə məhsul tərəf, yəni A çıxılsın 15 olduğu kimi qalır. 15-i 3-ə vuranda da 45 etmiş olacaq. Buradan da məhsul azalanı tapmaq üçün fərqlə çıxılanı nə edirik? Toplayırıq. Yəni bu da A da bərabərdir. 45 ilə 15-i toplayırıq. Mən qısaca yazıram ki 60-70 olacaq. Birinci qaydasını deməli, sonra hesablamanı yerinə yetirməliyik. Daha sonra baxırıq ki, yazırıq B üstə gəlsin. Yazırıq B üstə gəlsin. 497 bərabərdir. Yazıb 1000 çıxılsın 240 bölünsün 80. Yenə məlum tərəf hesablanacaq. B üstə gəlsin 497 bərabərdir. 1000-dən çıxmış olaraq 240-ı 80-ə bölsək. Sıfırlar getdi 24 3 etmiş olacaq. Buradan da yazırıq ki, B üstə gəl 497 bərabərdir. 1000-dən 3 çıxarıq, qaldı 997. B də bərabərdir. Məhsul toplananı tapmaq üçün cəmdən məlum toplananı çıxırıq. 997-dən 497-ni çıxmış olsaq, qalacaq burada 500. Deməli, B 500-ə bərabərdir. Bunu biraz elə bir şey şifahi yazmış oldum. Növbəti baxırıq, görək hansı gəlir. M bölünsün 2 yazırıq burada. M bölünsün 2
bərabərdir 40 üstə gəlinsin 88 bölünsün 11. Mən artıq bunu şifahi biraz hesablayıb tez yazmış olacağım. N bölünsün 2. 40-ın üstünə 88 11-ə böləndə 8 eləyir. 8 gəlmiş olsaq bərabərdir 48. Buradan da məhsul bölünəni tapmaq üçün qisməti bölənə vururuq. Yəni M bərabərdir 48-i vurmalıyıq 2-yə. M də bərabərdir 96 etmiş olacaq. Və növbəti sonuncu tənliyə baxırıq ki, yazır ki, gəlin bunun rəngini də dəyişək. Dəyişək deyəndə rəngini dəyişməyək. Yazırıq ki, N vurulsun 12 bərabərdir 6 üstə gəlinsin 270 bölünsün 9. Buradan da N vurulsun 12 bərabərdir 6-ın üstünə 270-i 9-a böləndə 30 eləyir. Bu da 36 cavabını alarıq. Məhsul vuruğu tapmaq üçün hasili, yəni 36-nı məlum vuruğa, yəni 12-yə bölərik. N də bərabərdir eləyəcək 3. Bu qədər tənlikləri də yazdıq. Keçirik növbəti tapşırıq 7-yə. Görək 7-də nə yazır. Yazın əvvəlcə təxmin etməklə, sonra isə dəqiq hesablamaqla müqayisə edin. Əvvəlcə təxmin etməklə, sonra da dəqiq hesablama ilə yazmış olarıq. Gəlin birinci olaraq 3 dənə misaldır. Birincisində yazıb ki, 583 müqayisə etmək lazımdır. Müqayisə edin deyir. Hesablayırıq, sonra da müqayisə etmiş olaq. Vurulsun 33. Bu tərəfdə də olur 999 üstə gəlinsin 400. Bu yerləşməyəcək burada. Gəlin bunun hesablamasını indi üstündə mi hesablayaq? Bir dəqiqə gözlə. Əvvəlcə təxmin etməklə deyir. Təxmin etməklə deyirsə, gəlin bunu elə təxmin edib bura yazın. Mən cavabını yazıram. Elə bir ki, bunu olduğu kimi yuxarıda yazarsınız. Altında təxmin etməni yazarsınız. Məsələn, təxmin etmə, təxmin, sonra da dəqiq. Təxmin etmək üçün yazırıq 500 vurulsun, belə deyək də 30. 500-ü 30-a vuranda, 5-i 3-ə vuranda 15, 500-də 2 dənə 0 var, 30-dan 15.000 etmiş oldu. Burada da 999-dur 1000, üstə gəlsin 5000, eləyəcək 6000, bu da 21000. Təxmini burada da 21000. Mən hesabladım ha, tamamı burada hesablamış oldum. Siz əlbəttə nə deyirəmsə onları siz yazarsınız bura. Məsələn, yazırsınız, burada 500 vurulsun 33 yazarsınız, hesablamasını burada yazmış olursunuz. Gəlin belə yazaq da. Yazırıq ki, məsələn, 583 yazılma qaydasını deyirəm, vurulsun 33. Bu təxmini bərabərdir neçəyə? 500 vurulsun 30-a. Bu da bərabərdir, yer yoxdur burada. Bu tərəfdən yazmış olam ki, 5-i 3-ə vuranda eləyəcək 15, sıfırları da düzmüş olduq 15.000. Digər tərəfə baxırıq. Daha sonra 999 üstə gəlsin 4825, üstə gəlsin 15000. Bu da bərabərdir. Yəni təxmini bərabərlik qoyuruq burada artıq. Bu eləyəcək ki 1000 üstə gəlinsin. Burada 5000 üstə gəlinsin, elə 15000 yazmış oluruq. Bu da bərabərdir. Eləyəcək 21000. 21000. Əlbəttə ki 21000-dən burada da nə olacaq? Kiçikdir işarəsi qoymuş olaraq. Daha sonra da deyirik ki 15000 kiçikdir 21000-dən. Bu bizim elə bir ki bir nümunə olaraq yazdım ki bu şəkildə yazmış olarsınız. Dəqiq hesablamanı necə etmiş oluruq? İndi də dəqiq yazırıq buradan. Gəlin bunun rəngin göy ya qırmızı olsun. Dəqiq. İndi dəqiq hesablama. 583-ü vurmuş olarıq 33-ə. Gəlin onu biraz bu tərəfdən yazım. Alt-alta yazarım. 583 vurulsun 33. 3 dəfə 3-ün 9. 3 dəfə 8-in 24. 4 yazırıq. 2 yaxda 3 dəfə 5-in 15. O da 2, 17. Eyni şeyi bir daha da yazırıq. 1749.
Bunları nə edirik? Toplayırıq. Etmiş olacaq 9, burada 3, burada 11, o da bir 12, burada 8, o da bir 9, burada bir 19.239 etmiş oldu. Dəqiq hesablama. Sol tərəfi hesabladıq. İndi digər tərəfi də alt hafta burada yazmış oluruq. 999 üstə gəlinsin 4825, bir də gəlsin 15000. 9 ilə 5, bir də 0, 14. 4 yazırıq bir yadda. 9, 2, 11, o da 1, 12. 2 yazırıq bir yadda. 9, 8, 17, o da 1, 18. Bir yadda. 9 ilə 5, 4 ilə 5, 9 ilə 1, 0. Burada da 1, o da 1, 2. Oldu 20.824. Burada 19.000 zaten burada nə olacaq? Yazırıq ki 19.239 kiçikdir 20.824-dən. Bax, bu nümunəyə uyğun olaraq digərlərin yerinə yetirmiş olarsınız. Bu növbətinə də baxırıq ki, burada da müqayisə aparmaq üçün 49.848-i 24-ə bölməliyik. Yəni təxmini deyirik ki, biz 50.000-i 20-yə bölmüş oluruq. 50-ni 2-yə böldükdə, yəni sıfırlar gedəndən sonra 25 eləyir. Təxmini deyirik ki, bu olacaq 2500. Təxmini 2500 bu tərəf olur. Digər tərəfi də vuranda 55-i 60-ı vurarıq. Belə deyək də 40-a əgər yuvarlaqlaşdırmış olsaq təxmini və ya da birini artıraq, birini azaldaq. 60-ı 3-ə vursaq, 30-a vurmuş olsaq 1800. Əslində 25.000 burada böyükdür işarəsi olmalıdır. Bu təxmini hesablamaq üçün şifahi olaraq danışdım bunu. Dəqiq hesablamaq üçün nə edirik? Əlbəttə ki, burada indi 49 yazaq burada. Göy rəngdə yazaq da. 49.848-i bölürük. Təxminini şifahi dedim bu arada. Yəni ki, bir daha deyirəm. Burada 50.000-i 25-ə bölmüş oluruq. Burada da 60-ı vururuq 30-a. Yəni yuvarlaqlaşdırsaq 60-ı 40-a vurmalıyıq. 60-ı 40-a istəsiniz bunu. Yəni fərq etməz. Hansı şəkildə vursaq, burada 25.000 alınacaq, burada da belə deyək də 25.000. 2500 alınacaq, burada da 2400 alınmış olacaq. Nə olur olsun, digər tərəf yəni böyük olacaq. Hər hansı birinə yuvarlaqlaşdıra bilərsiniz. Amma dəqiq hesablama ilə necə edirik? Bölək 24. 49-un içində 2 dəfə 48 etmiş olur. Çıxıb 1 qalır, 8 düşürük. 18-in içində 24, 0. Çünki yuxarıdan aşağı rəqəm düşürtüm, bölməliyəm. 18-i 24-ə böldüm, 0 dəfə. 0 dəfə bölündüysə 0-ı yazıram, növbəti rəqəmi düşürdürəm bura. 184, 184 24-ə neçə dəfə bölünmüş olacaq? 7 dəfə bölünmüş olur. 7 dəfə eləyəcək 168. Çıxırıq buradan. Çıxdıq buradan 84-dən 68 çıxmış olsaq eləyəcək 16. 16. 16. 16-ın yanına bir dənə də 8 gətiririk. Bu da elədi neçə? 7. 2077 cavabını aldıq burada. 2077. Digər tərəfdə baxırıq. 55-i vururuq 35-ə. 5 dəfə 55-in eləyəcək 275. 275. 3 dəfə də 55-in 165 etmiş oldu. Burada 5, burada 2. 2 ilə topladıq 6-ın 8, burada 9, burada da 1 etmiş oldu. 1925 cavabını almış olduq. Deməli, yenə də baxırıq ki, birinci tərəf burada indi yoxlayırıq ki, 2077 böyükdür 1925-dən. Bu qədər. Yəni, sonuncunu artıq siz üçün saxlayım, çünki çox yorucu oldu. Yəni, bu qaydaya görə də hesablamış olarsınız. Hesablayırsınız, o da müqayisə aparırsınız. Məncə sizin üçün çətin olmaz. Yalnız ki, ədədlər arasında verilmiş şərtlərə uyğun ədədləri tapın. Adı yazır ki, 4-ün bölünənləri. Bölünənləri deyirsə, yəni hansı ədədlər 4-ə qalıqsız bölünür? 8-dir. Yəni, qabağında yazmış olaraq da. Bunu buradan silim. İşarələməyim. 8 daha sonra. 4-ün bölünəni 12, 16, 24, baya var. 40, 44. 40, 44, 40, 44.
İndi yazdım. Yəni burada bir də ora yazmaq istəmədim. Sonra nə deyir? Deyir 36-nın bölənləri. Bölən nədir? 36 hansı ədədlərə qalıqsız bölünür? 2-yə qalıqsız bölünür. 2-yə qalıqsız bölünür. 3-ə qalıqsız bölünür. 6-ya qalıqsız bölünür. 12-yə qalıqsız bölünür. Daha sonra 18-ə qalıqsız bölünür. Bitdi, getdi. Sadə ədədlər. Sadə ədədlər budur ki, bir özünə, bir də ki 1-ə bölünür. Yalnız 2 böləni var. 2-dir. Yazırıq burada, altına yazırıq. 3-dür bu. 11-dir. Daha sonra baxırıq 31-dir. Bitdi, getdi. Bildirim ki, sadə ədədlərin içərisində cüt ədəd yalnız 2-dir. Qalan sadə ədədlər tək ədədlərdən təşkil olunur, amma bütün tək ədədlər sadə ədəd deyil. Həm 2-nin, həm də 3-ün bölənləri. Yəni 3-ə bölünən cüt ədədlər lazımdır. Bu 6-dır. Daha sonra 12, 18, 24, bundan da bitdi, yoxdur. Daha sonra baxırıq, həm 12-nin, həm də 30-un bölənləri, həm 12-nin, həm 30-un, həm 12-nin, həm də 30-un bölənləri. 12 hansı ədədlər bölünür? Həm də 30-a da, həm 12-yə bölünsün o ədəd, həm də ki 30-a bölünmüş olsun. Daha doğrusu həm 12-yə bölünsün, həm 12 əmin ədədə bölünsün, həm də 30. Yəni həm 12-də, həm də 30-un böləndir. 2 götürmüş oluruq. 12 2-yə bölünür, 30 da 2-yə bölünür. 3 yazmış oluruq. 6 yazmış oluruq. 12-nin özü. Bitdi. Bundan o tərəf. Çünki həm 12-nin, həm 30-un deyirsə, burada artıq 12-dən böyük ədəd yoxdur ki, eyni zamanda 12-də olsa da. 33-ün böləni olan sadə ədədlər. 33-ün böləni olan sadə 3-dür. 33-ün böləni olan 11-dir. Ümumiyyətlə 33 2 sadə ədədin hasilidir. Və 33 2 sadə ədədin hasilinin 4 böləni olacaq. Bir özünə bölünəcək, bir 1-ə bölünəcək, bir də ki həmin o 2 sadə ədədə. Çünki 3 də 11 də sadədir və 33. Ümumiyyətlə 33-ün bu 3-dən, 11-dən, özündən, 1-dən başqa böləni yoxdur. Bunun kimi çoxdur. Eyni sadə ədədin hasilinin isə 3 böləni var. Məsələn, bunlara nümunə göstərək. 25. 25 5 sadə ədəddir. 5 vurulsun 5-dir. 25-in 3 dənə böləni var. Bir özünə bölünür, bir 1-ə bölünür, bir də 5-ə bölünmüş olur. Bunu yəni yaddan çıxartmayaq. Bütün, yəni 49 da belədir. Yəni bir başqa deyişlə deyək ki, sadə ədədlərin kvadratı, gələcəkdə ədədin kvadratı və kubu haqqında keçərik. Orada da danışmış olaraq ki, yəni eyni sadə ədədin özünə vurulmasından alınan hasilin 3 böləni var. Biraz ətraflı bu haqda məlumat verdim. 9-a baxır ki, əlverişli üsulla hesabla yazıb ki, 341 vurulsun 200. 341-i 200-ə vurmuş olsaq, bunu belə yaza bilərik ki, gəl buradan yazaq. 341 vurulsun 200. Bərabərdir 341 vurulsun 2 vurulsun 100. Yəni 202 dənə. 341-i neyniyəcəm? 2-yə vuranda 682 etmiş olacaq. Bunu da 100-ə vuranda 100-ə vurmaq çox asandır. 682-ni 1-ə vurdum, 682. Arxasında sıfırlar yazdım. 68200 cavabını almış oldum. Və yaxud da ki, belə deyək də 2-yə vurub daha sonra da yaza bilər. Daha sonra baxırıq, vurmadı. 174.000 vurulsun 3. Yazırıq 174.000 vurulsun 30. Burada nə edirik? 174-ü 3-ə vurmuş oluruq. 174-ü 3-ə vurduqda eləyəcək 522. Arxasında da burada 3 dənə 0, burada bir dənə 4 dənə 0 da yazmış olaraq ki, bu da eləyəcək 5.220.000. Daha sonra 4.500'ü bölmüş oluruq 5'ə. Burada nə edirik? 45'i 5'ə bölmüş oluruq. 9, arxasında sıfırları yazırıq. 9 cavabını alarıq. Daha sonra baxırıq ki 33.900 bölünsün 30. Bölmə zamanı böləndə 0 varsa, hər ikisində yəni yuvarlaq ədədsə, böləndəki sıfırların sayı qədər ixtisar aparırıq. Yəni silirik. Burada qaldı neçə? 3390 bölünsün 339, yəni buradakı artı bölünəndə 0 artı qalsa onu qoyuruq qırağa.
İlk öncə 339-un 3-ə bölünməsindən alınırsa, bölürük bunu və cavabı yazmış olarıq. 339-u da 3-ə bölmüş olsaq 113 etmiş olacaq. 113, sıfırı da bura yazdıq, oldu 1130. Bu qayda ilə digərlərində, yəni çox asan olduğuna görə, burada bir dənə də var, bunu 249 yazıb, 249, bunu necə yazmış, vurulsun 4. Bunu 250 üstəgəl deyirəm, çıxılsın bir şəkildə yaza bilərik, yəni 249 vurarıq 4-ə. Buradan da 250-ni 4-ə vurmuş olsaq 1000, çıxılsın, biri də 4-ə vursaq 4. 1000-də də 4 çıxan 996 etmiş olacaq. Yəni bu şəkildə yazmış olaraq bunu nümunə göstərdim. Digərləri asandır. Yəni 25-i 26-ya vurmaq. 25-i 26-ya vurmağı da bunu da buradan yazım. 25-i daha doğrusu belə deyək də sanki sıfırları qoyaraq qırağa belə yaza bilərik. 5 vurulsun belə deyək də 50 vurulsun. Burada da 26-nı necə ala bilərik? 260-ı necə ala bilərik? Burada da yaza bilərik ki, 2 vurulsun 130 şəklində də yaza bilərik. 2 vurulsun 130 və yaxud da 2 vurmasaq da başqa şey 130. Tamam. Bunu necə etmiş oluruq? Daha rahat olaraq. 5-i 2-yə vuraram, eləyəcək neçə? 10. 5-i 13-ə vuranda eləyəcək 65. Və sıfırlar da 2 dənə var. Bunu da yazdıq bura. Ondan sonra da 10-u vuraram. Yəni 1-i vuraram 65-ə eləyəcək 65. 3 dənə də sıfır var. Bunları da yazmış oldum. Oldu 65.000 etmiş oldu. Bu qədər. Əslində 25-i də 26-ya vuranda 650 etmiş olur. Bunu da buradan biləsiniz. Yəni 25-i 25-ə vuranda 625 eləyir. Yəni bu şəkildə də yaza bilərik. Sıfırları qoyuruq qırağa. 25-i 26-ya vuranda, amma mən daha da sadələşdirmiş şəkildə yazmış oldum. Digəri rahatdır. Yəni burada 426-nı 2-yə vururuq, sıfırları qoyuruq. Vurmaq deyil, burada bölməkdir. Bölmək isə lap yaxşı. Bu zaman sıfırlar ixtisar getmiş olur. İxtisar getdikdən sonra 426-nı 2-yə bölmüş olarıq. Bu deyəcək 213. Arxasında bir dənə sıfır var, onu da yazmış olduq. Bitdi. Artıq demək olar ki, hamısını yazdım. Burada 151 vurulsun 60 var. Bunu necə yazmış olarıq? Bunu yazarıq ki, 150 üstə gəlinsin 1 vurulsun 60 şəklində yazmış olarıq. Bu da bərabərdir. 150, yəni 15-i 6-ya vuranda 90 etmiş olur. 2 dənə də sıfır var. Bunu da yazdıq. Üstünə də gəlsin, 1-i də 60-a vuranda 60 etmiş olacaq. Bu da 9060 cavabını almış olarıq. 10-cu tapşırığa baxırıq. Onda yazır ki, otaq eni 340 cm, uzunluğu 460 cm, hündürlüyü isə 300 cm olan kuboid formasındadır. Pəncərənin eni 150 cm, hündürlüyü 100 cm-dir. Qapının eni 90 cm, hündürlüyü 210 cm-dir. Bu otağın divarlarını yapışdırmaq üçün eni 75 cm olan divar kağınından ən azı neçə metr lazımdır? Bizə bu verilmişdir və biz bunu tapmış olarıq. İlk öncə bilməyimiz lazımdır ki, bu kuboid şəkildədir. Bunun divarlarına, yəni yan səthinə yapışdırmış olacaq. Yan səthinin sahəsinin tapılma qaydasını bilməliyik. Deyirik ki, S yan, burada qayda olaraq yazırıq. S yan bərabərdir. P oturacaq, vurulsun hündürlük. Yəni ki, yan səthi, divarların sahəsini tapmaq üçün oturacağın perimetri, yəni otağın eni və uzunluğunun perimetrini, yəni belə deyək də, o uzunluqlarının cəmini hündürlüyünə vurmuş olarıq. O zaman gəlin birinci oturacağın perimetrini tapaq. P oturacağı tapmış oluruq. Bunun üçün nə edirik? 340 cm-dən 200 deyil axı, 460. 460-ı toplayırıq, vururuq 2-yə. Bu da bərabərdir. 340-dan 460 toplasaq 800 vurulsun 2-yə. Bu da bərabərdir 1600 santimetrdir. Bu da bərabərdir 16 metr eləyəcək. Metrlə istəyir bizdən. Burada metrlə gördük. Onda 300 santimetrdən metrə çevirsək eləyəcək 300 santimetr. Bu da bərabərdir 3 metr. Gəlin bunu da metrlə yazdıq və yan səthinin sahəsini tapmaq üçün artıq hündürlüyünü bilirik, oturacağın perimetrini bilirik.
16-nı vurmuş olarıq 3-ə. Bu da bərabərdir eləyəcək 48 kvadrat metr etmiş oldu. Bildik ki, bu otağın sahəsi, yəni divarlarının 48 kvadrat metrdir, pəncərələr və qapıda daxil olmaq. İndi qapı ilə pəncərənin sahəsini çıxarıq. Nə edirik burada? Pəncərənin eni, gəlin pəncərə üçün hesablamış olaq. S pəncərəni hesablayırıq burada. Pəncərənin eni 150, hündürlüyü isə 100-dür. Toplayırıq, vururuq 2-yə. Yox, sahəsini tapın, perimetrini eləyəm mən. Bağışlayın. Sahəsini tapırıq. Vururuq. P yazdım, elə bir ki, perimetr. 100-ə vururuq. Çünki bunun sahəsini çıxmalıyıq. Ümumi sahə 48, burada santimetrləndir hələ ki. Bu da olacaq 15-i 1-ə vursaq 15, sıfırlar da yazdıq. Oldu neçə? 15.000 kvadrat santimetr etmiş oldu. Hələ. Sonra da qapını tapmağımız lazımdır. Qapının eni 90. Hələ. Hündürlüyü 210'dur. 210 deyirəm, 210'dur. Burada 9'u 21'ə vursaq 189. Sıfırlar da yazdıq. Neçə? 18.900 kvadrat santimetrlə hesablamışıq bunları. Və ümumi sahə, indi biz cəmi sahədən bunu çıxmalı ki, görək nə qədər, yəni burada divarların sahəsi nə qədərdir. Ondan sonra da onu 75 santimetrə bölməyimiz lazım olacaq. Buradan da 48 480 bunu santimetrə indiki çevirməyimiz lazım olar. Çünki indi baxaq görək nədir? Burada 15.000 üstə gəlsin 180, 189, 18.900. Bu da bərabərdir 33.970 olacaq. 33.900 daha kvadrat santimetri yazmıram. Ümumi sahə bu qədər çıxmış olacaq. 33.900 çıxacaq. İndi biz bunu nə edirik? Bunun üçün belə bir ifadə yazırıq da. İstəsək, bax bu şəkildə yaza bilərik. Bu 48 kvadrat metr. Birinci növbədə bilməyək ki, 1 kvadrat metr 10.000 kvadrat santimetr. 48 kvadrat santimetrə çevirmiş olsaq, o zaman 480.000. 480.000 çıxılsın 33.900. Bunu bölmüş olaraq 75'ə. Görək ki, uzunluq nə qədər lazım olmuş olacaq bizə. Mən burada kvadrat santimetri santimetrə bölürəm və cavab santimetr olaraq alınacaq. Gəlin burada 480.000-dən 33.900 çıxmış olaq. Gəlin birinci 1000-dən çıxırıq 900'ü. Qalacaq burada 100. 100 qalmış oldu. 480.000-dən 1000 vermişdi. 479.000 qalıb. 479.000-dən 33.000-i çıxsaq qalacaq 446.000 qalmış olur, səhv eləmirəmsə. Yenə də hər ehtimal diqqətli olarsınız. Bölürük bunu da 75'ə. Bunu da 75'ə bölmüş olsaq, gəlin burada elə bu şəkildə bölək, görək nə alınır. 44 75'dən kiçikdir, 446. 446'nı 75'ə bölsək 5 dəfə. Buradan bu şəkildə yazaq, bura cavabı yazaq. 5 dəfə 75'in 375 etmiş olacaq. 6'dan 5 çıxırıq, 1 qalmış oldu. 4'ü burada 44'dən də 37 çıxanda 7. 71. 1'i də gətirdik, 711. 711 9 dəfə bölünəcək. 9 dəfə 5'in 45. 4 yatdı 9'a 60, 7 70 olacaq. 9 dəfə 63, o da 4 67. Çıxırıq buradan 11'dən 5 çıxanda 6, burada 70'dən də 3 36 qalmış oldu. 0'ı düşürdürük bura. 360, 360 4 dəfə bölünmüş olacaq. 4 dəfə 75'in 370 oldu. Keçdik buradan 60 qaldı. 0'ı da gətirdik. Bu da 8 etmiş oldu. Burada santimetr var. Bizdən metrlə istəyir. Deməli 5948 santimetr. Metr olaraq artıq biz bunu çevirmiş olsaq, bir ki son 3 rəqəmi saxlasaq, normalda bu 59 metr 48 santimetr etmiş olur. Axı bu 48 santimetr üçündə yəni yarı vermirəm metrlə bizdən. Bu da bərabər eləyəcək 60 metr bizə lazım olacaq. Cavabımız olacaq 60 metr.
Bu qədər çox xeyli də vaxt apardı, uzun bir izah oldu. İnşallah ki, sizi yormamışam. Növbəti video izahda görüşmək ümidi ilə hələlik sağ olun.